Salam dəyərli müdavim və müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova, FES Akademiyada Azərbaycan dili üzrə müəlliməm. Bu gün mən əsasən də MİQ və sertifikasiya müdavim və müəllimlərinin qarışdırdığı bir məqama toxunmaq istəyirəm. Hal və mənsubiyyət şəkilçilərinin bir-birindən fərqləndirilməsi. İlk olaraq buradan başlayaq. Hal və mənsubiyyət şəkilçilərindən yalnız iki problem var. In, in, un, ün, bir də I, u, ü. Yəni kimsə deyə bilməz ki, mən çıxışlıq halla mənsubiyyəti qarşılayıram. Çünki çıxışlıq halın şəkilçisi dandəndir, mənsubiyyətdə elə bir şəkilçi yoxdur. Yəni ortaq şəkilçilər olmadığı müddətcə siz onları qarışdırmayacaqsınız. Siz məhz bu şəkilçilərdə narazı qala bilərsiniz bu mövzudan. Yəni hal və mənsubiyyətin ən böyük problemi düşməni bu iki şəkilçidir ki, bunlar təəssüf ki, həm halda var, həm də mənsubiyyətdə var. Bəs biz bunları praktik olaraq daha rahat necə fərqləndirək? Məsələn, bir nümunə yazıram. Dəftərin evdədir. Evdədir. Bir dənə də yazıram ki, dəftərin rəngi qırmızıdır. Hər iki sözdə nə var? Problemli şəkilçi. Yəni, həm hal, həm mənsubiyyət sayılan şəkilçi. Bəs bunları biz necə fərqləndirək? Yadda saxla. Problemli şəkilçi işlənmiş sözün düz qabağına öz əvəzliyi artır və cümləni tam oxu. Əgər alınacaqsa, deməli oradakı in, in, un, ün mənsubiyyətdir. Baxaq, öz dəftərin evdədir, alındı. Deməli, buradakı in mənsubiyyət imiş. İndi ikincini oxuyaq. Öz dəftərin rəngi qırmızıdır, alınmadı. Alınmadısa, deməli, ikinci cümlədəki in mənsubiyyət deyil. Bəziləri öz əvəzliyini oxuyur, cümləni tam oxumur amma. Yəni, öz əvəzliyini qoyur qabağa, amma cümləni tam oxumur. O zaman deyir ki, mən ayırt edə bilmirəm. Əlbəttə ki, sən bu cümlələri tam oxumazsan, elə biləsən ki, hər iki əvəzləmə doğrudur. Məsələn, çaşdırıb belə deyəsən, öz dəftərin, birdə alındı, deməli mənsubiyyət var. Öz dəftərin, ikidə alındı, deməli mənsubiyyət var. Xeyr, əzizim, burada sən cümləni tam oxumasan, problem yaranacaq. O səbəbdən bu qaydanı, hər zaman bu qaydanın işə yaramağını istəyirsənsə, xahişim odur ki, qarşıya öz qoy, amma cümləni tam oxu. Əks halda səni bu qayda uçuruma aparmış olacaq. İndi sənə belə bir sual verirəm. Birinci nümunədə öz mənsubiyyətdir dedin. Bəli, əla. Bəs ikidə gördün mənsubiyyət deyil. Bəs nədir ikinci cümlədəki in, in, un, ün? Yadda saxla. In, in, un, ün. Ya mənsubiyyət olur qrammatik kimi, ya da yiyəlik hal olur. Görürsən ki, mənsubiyyət deyil, deməli, qrammatik olduğu məqam kimi ekranda olanda bil ki, mənsubiyyət deyilsə, yiyəlik haldır. Bu, eyni zamanda I, u, ü qaydasına da aiddir ki, görürsən mənsubiyyətdir heç, görürsən mənsubiyyət deyil, amma I, u, ü qrammatik kimi qarşındadır, o zaman təsirli hal şəkilçisi sayılmış olur. Gəlin nümunəyə baxaq. Baxaq, əsəri hər kəs tərəfindən bəyənilir, əsəri sevdim. Hər ikisinin qabağına öz qoyaq. Görək hansında məna alınırsa, deməli orada mənsubiyyət var. Öz əsəri hər kəs tərəfindən bəyənilir, alındı. Alındı deyə bu mənsubiyyətdir. Öz əsəri sevdim, alınmadı. Alınmadısa bu mənsubiyyət deyil. İndi belə bir sual verirəm. Sənin qarşında belə bir şəkilçi var, qrammatik olaraq göstərilir. Amma mənsubiyyət deyil. I, u, ü qrammatik şəkilçisi mənsubiyyət şəkilçisi deyilsə, bəs nə şəkilçisi sayılır? Təsirli hal şəkilçisi sayılmış olur. Bax, bir daha bunu deyirəm. İsmin 6 halı var. Mənsubiyyət şəkilçilərində hər kəs bilir ki, hansılardır. Sən heç vaxt ismin çıxışlıq halı ilə mənsubiyyəti, yerli halı ilə mənsubiyyəti, yönlü halı ilə mənsubiyyəti
qarışdıra bilməyəcəksən. Sənin məhz qarışdırdığın məqam ancaq və ancaq bu qədər şəkilçilər içərisində ın, in, un, ün, bir də ı, i, u, ü oldu. Onları da fərqləndirməyin qəşəng yolunu bildik ki, həmin sözün qabağına öz əvəzliyin qoy və cümləni tam oxu. Alınırsa, həmin sözdə mənsubiyyət şəkilçisi var deməkdir. Alınmırsa, həmin sözdə hal şəkilçisi var deməkdir. Əlbəttə ki, başqa yollar da var. Məsələn, standart hər kəsin bildiyi yol var ki, deməli, mənsubiyyət şəkilçisi sözün qabağına yiyəlik hallı bir söz qoyursan, bitdi getdi. Məsələn, deyirəm ki, əsəri bəyənildi. Bunun qabağına yiyəlik hallı söz qoy. Onun əsəri bəyənildi. Bu zaman artıq mənsubiyyətin qabağında yiyəlik olmalıdır prinsipinə əsasən sən bunu sübut edirsən ki, deməli bu əsəri sözü mənsubiyyət şəkilçili sözdür. Amma əlbəttə ki, yəqin ki, anladınız ki, yəni fərqində oldunuz ki, digər qayda daha keyfiyyətli, daha uğurlu və daha praktik üsul sayılır. Çünki məsələn, əsəri bəyənildi, qabağa qoyursan onun, əsərin bəyənildi, qabağa qoyursan mənim. Görürsənmi, hər dəfə şəxsə görə başqa-başqa yiyəlik hallar qoydum mən, düzdürmü? Birinə mənim qoydum, digərinə onun qoyulur, sənin qoyulur. Biraz baş qarışır. Ondansa standart olaraq şəxsindən asılı olmayaraq hər mənsubiyyətin qabağına öz əvəzliyi qoy. Məsələn, öz dəftərim, öz dəftərin, öz dəftəri, öz dəftərimiz, öz dəftəriniz və s. Görsənmi, şəxsindən asılı olmayaraq standart hamısına öz yerləşdirdim. Amma digər yiyəlik hallı söz qoyanda deməlisən ki, mənim dəftərim, sənin dəftərin, onun dəftəri və s. və ilaxır. Amma təbii ki də hər iki yol təsdiqin tapmış yoldur deyə hansını istəyirsənsə, hansı sənə xoş gəlirsə, həmin yoldan istifadə edə bilərsən. Bir balaca suallar üzərində tətbiq edə görək, bu qayda işə yarayırmı? Mən görüm müdavimlərimə hal və mənsubiyyətin fərqini öyrədə bildim, yoxsa yox. Başlayaq bu sualdan. Deyir ki, təsirli halda olan isimlə başlayan, isimlə deyir. İlk olaraq isim olmayanı çıxardaq. İsim olmayanları çıxartdıq. 2 və 3 çıxdı getdi. Daha sonra yerdə qalanlar bəli isimdilər. İndi görək bunlar təsirlidirmi yoxsa yox. Oğlu ilə kəndə qayıtmışdı. Sözü bir dəfə deyərlər, nağılı danışarkən mənə baxırdı. Baxaq, cavabımız 4 və 5-dir. Bəs niyə 1 deyil? Çünki 1-in qabağına öz qoyuram. Öz qoya bilirsənsə, axı orada mənsubiyyət var deməkdir. Öz oğlu ilə kəndə qayıtmışdı. O səbəbdən 1 ola bilməz. İndi hər ehtimalda 4 ilə 5-in qabağına öz qoyun, görəsiz alınmır. Alınmır deyə təsirli halda ı, i, u, ü. Əgər alınsaydı, buradakı tip olsaydı, deyərdim mənsubiyyətdir. Gəl baxaq. Öz sözü bir dəfə deyərlər, alınmadı. Öz nağılı danışarkən mənə baxırdı, alınmadı. Deməli, bir daha qaydan deyirəm. Tutaq ki, qabağında sənin ı, i, u, ü var da və görürsən ki, qrammatikdir, düzdürmü? Gördün qrammatikdir, amma qabağına öz qoya bilmədin. Deməli, ı, i, u, ü qrammatik olduğu təqdirdə qarşısına öz əvəzliyi qoya bilmirəmsə, deməli, təsirli hal sayılır. Cavabımız Y variantı. Yiyəli halda olan isimlə başlayam. Bu dəfə də isim deyirsə, mən 2-ni çıxaram, feildir, 5-i çıxaram, əvəzlidir. Qaldı 1, 3, 4. Deməli, 2 ilə 5-i çıxanda bitdi. İndi baxaq. Qızın, otağın, dünyanın. Hər ehtimal mən hamısının qabağına öz qoyum. Görüm, hansında oxuya bilsəm, alınsa, o mənsubiyyətdir, yiyəlik deyil. Öz qızın hər kəsin diqqətini çəkmişdi. Əla, alındı. Deməli, bu alındı deyə mənsubiyyətdir. Mən amma mənsubiyyət axtarmıram, axı yiyəlik axtarıram. Cavabımız C variantı. İndi özünü də görəsən ki, qabağa öz qoymaq işə yaramayacaq. Öz otağın işıqlarını söndürmüşdülər, alınmadı.
Deməli, ın, in, un, ün. Gördün ki, mənsubiyyət deyil. Nə sayılar? Yiyəlik sayılar. Dünyanın ən uzaq yerində idi. Öz dünyanın ən uzaq yerində idi. Deyirəm ki, görürəm ki, alınmır. Alınmırsa, oldu yiyəlik. Cavabımız C variantı. Belə əzim davimlər, ümid edirəm ki, qısa konkret qeydlər sizə daha xoş gəlir. Çünki az müddət ərzində əsas bilgiləri mən sizə ötürməyi bacarıram. Əgər bu tip izahların mütəmadi sizə verilməyini istəyirsinizsə, bu tip izahlar sizə xoş gəlirsə, bizim rəy bölməmizə, bu izahın rəy bölməsinə öz dəyərli fikirlərinizi bildirməyi unutmayın. Unutmayın ki, sizlərin hər bir xoş rəyi, ümumiyyətlə fikri bizim motivasiyamızı daha çox artırır və biz də il boyu kollektivimiz tərəfindən sizlərə daha çox dəstək olmaq qərarına gəlirik. Noyabr qruplarına, ödənişli noyabr qruplarına qoşulmaq üçün 055 527 25 99 menecer nömrəsinə yaza bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.